Aleykümselam və rahmetullahi və barakatuhu. Elm elə bir şeydir ki, insan ona tədricən atılmalıdır. Kim birdən-birə hamısını qavramaq üçün atılarsa, hamısını birdən-birə götürərsə, elə birdən-birə də hamısını tərk edər. Ona görə ehtiyatlı olmaq lazım məsələdə. Elə bir ki, idmançı birdən-birə ağır bir yükün altına girərsə, onu qaldıra bilməz və müəyyən vaxtdan sonra özünə zərər verər və əzəllərinə zərər verər və idmanı tamamilə tərk etmək məcburiyyətindən qalar. Elm də belədir. Elm az-az olmalı və davamiyyətli olmalıdır. Ona görə çox məsələni götürməyin, az məsələni, azı və davamiyyəti diqqət yetirin. Mühüm, az olsun, mühüm olsun və davamiyyətli olsun. İlk öncə götürüləsi elm Qur'an-ı Kərimdir. Qur'an oxumaq hər bir insan üçün vacibdir. Çünki namaz, Fatihə surəsi Qur'andandır və Fatihə surəsi düz olmazsa, namaz da düz olmaz, Allah qorusun, qəbul olunmaz. Ona görə ilk götürüləcək əməl Qur'andır və Qur'anın oxunmasıdır, Qur'anın təcvididir və Qur'an elmi üzərində çalışmaqdır və gündəlik də Qur'ana vaxt ayırmaqdır. Bu birinci məsələ. İkinci məsələ odur ki, tövhid. Bütün peyğəmbərlərin göndərilməsindəki məqsəd tövhid olmuşdur. Yəni, tövhid insanın Rəbbini tanımasıdır, ibadətdə onu təkləşdirməsidir və nələrin şirkə səbəb olması və insanın əməllərinin heç olmasının səbəb olan əməlləri bilməsidir. Ona görə tövhid məsələsi mütləqdir və tövhidi də insan Qur'an-ı Kərim ayələrindən və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsindən öyrənə bilər. Və deməli, Qur'ana vaxt ayırmaq, Qur'anı bacaran qədər heç olmasa gündə 1-2 ayə əzbərləmək olursa əzbərləmək, heç olmasa gündə yarım səhifə oxumaq olursa, yarım səhifə, 1 səhifə, 2 səhifə bacaran qədər oxumaq və həmçinin tövhid dərslərinə qulaq asmaq və tövhid elmini öyrənmək və gündəlik hədisdən bir neçə hədis götürmək. Yəni, çox yüklənməmək lazım birincidən. Məsələn, ilk öncə götürmək olar ki, Qur'andan hər gün 2 sətir əzbərləmək, bu bir. İkincisi, Peyğəmbər s.ə.v hədislərindən hər gün 2 hədisi əzbərləmək, şərt deyil ərəbcəsi olsun, Azərbaycanca əzbərləmək. O əzbərlədiyiniz ayələrin də çalışıb Azərbaycan dilində olanı, Azərbaycan ərəbcəsini əzbərləyib və həmçində Azərbaycan dilində tərcüməsini əzbərləmək. Ondan sonra da ən azı bacarıb oxumaq yaxşıdırsa 1 səhifə, 2 səhifə Quran oxumaq, əgər oxumaq çətindirsə yarım səhifə Quran oxumaq. Deməli, bu gündəlik sizin Quran və sünnədən olan gündəlik azuqəniz. Və sonra keçmək lazım. Deməli, bu yaddan çıxmasın. Qur'andan 2 ayə və həmçinin Peyğəmbər s.ə.v hədislərindən 2 hədis. Ola bilər ki, sizdə həvəs var və daha çox 10-15 hədis oxumaq istəyirsiniz. Yox, götürməyin. 2 hədis götürün və onu təkrarı çox edin. Ola bilsin 10 dəfə, 15 dəfə, 20 dəfə həmənki hədisi əzbərləyin və sonra onu əzbərdən danışın və sonraki gün yenə 2 hədis götürdüyünüz zaman dünən əzbərlədiyiniz hədisləri də təkrar etməyi unutmayın. Və həmçində Qur'anda bugün 2 ayə əzbərlədiyiniz zaman dünən əzbərlədiyiniz 2 ayəni də oxumağı unutmayın. Və çalışın ki, Qur'anda sizin müəlliminiz olsun və müəllimə təhvil verin. Və ondan sonra gəlir mühüm məsələ tövhiddir. Tövhid məsələsində də çalışıb onda da çox özünüzü yükləməmək. Yəni, 15-20 səhifə oxuyun və hamısını özündə cəm edin, bu sizi yoracaqdır. 1-2 gün yormaya bilər, amma 3-4 artıq o məsələlərin hamısını özünüzdə cəm eləmək sizi yoracaqdır. Ona görə ola bilsin 2 səhifə götürün, 2 səhifə tövhid kitabından. Məsələn, Allah həmd olsun, bugün tövhid kitabının şərhi Azərbaycanda tərcümə olan kitablardandır. PDF formasında və yaxud da kitab formasında əldə etmək mümkündür. Və bu da satışı dini qurumlar tərəfindən təsdiqlənir və satışına icazə olan bir kitabdır. Əldə etmək rahatdır. Və oradan da 2 səhifə götürün, 2 səhifəni oxuyub keçməyin. Oxuyun, onun üzərində çalışın və oradan müəyyən faydaları çıxarın və sizin
bir kitab və bir dəftəriniz olsun, müəyyən qalınlıqdakı bir dəftəriniz. Oradan çıxartdığınız faydaları orada qeyd edin. Ola bilsin ki, siz 2 səhifə oxudunuz və oxuduğunuz o 2 səhifədən yarım səhifə müxtəsər edərək hər şeyi cəm edə biləcəyiniz şəkildə həmənki dəftərdə yazdınız. Bu da sizin üçün Allahın izni ilə bir neçə gündən sonra qayıtdığınızda əzbərlədiklərinizə, öyrəndiklərinizə o yarım səhifəni oxumaqla Allahın izni ilə sizin o 2 səhifəni oxuyub əldə etdiyiniz məlumatı əldə edə biləcəksiniz. Bu da inşallah ki, faydalı və bu şəkildə davam etmək. Fikir verin, yəni çox yükləməyin. Yəni, deməli, Qurandan 2 ayə, hədisdən 2 hədis, müəyyən hədis kitabını götürün və təkrar və həmçində tövhid kitabını götürüb ondan müəyyən 2 səhifə götürüb onu tərxis eləmək, yəni qısalaşdırılmış formada yazmaq. Allahın izni ilə bu şəkildə davam etsəz, bəzən insana az gələ bilər. İnsan istəsin ki, çox oxusun, amma bir 10 gün sonraya fikir verin. 10 gün sonra sizdə Allahın izni ilə Qurandan 20 ayə olacaq. 10 gündən sonra deməli Qurandan sizdə 20 ayə olacaq və Peyğəmbər s.ə.v hədislərindən 20 hədis əzbərinizdə olacaq və artıq 10 günə sizdə 5 vərəq təlxis olunmuş, qısa formaya qısalaşdırılmış bir şəkildə yazılmış tövhid kitabından məlumat olacaq və bu sizdə Allahın izni ilə tam olacaq. Bu var ki, insan Quran ayəsi desin, necə oxunur və yaxud da ki, tərcüməsinə də bilməsin. Amma bir də var ki, insan bilir hansı ayədir, ayənin nömrəsini bilir və ayənin tərcüməsini bilir. Əlhamdülillah, bu şəkildə olarsa davam. Əsas burada diqqət yetiriləsi mövzu, yəni az götürüb çox təkrar etməkdir. Az götürüb çox təkrar etməkdir və bu da insanın hafizəsində, beynində sabit qalmasına səbəb olar. Bir də bacaran qədər həftəlik 1-2 dərs ərəb dili götürmək, o da yüngül şəkildə, çox ağır olmamaq şərti ilə həftədə 2 dəfə götürmək. Bu da elə bir ki, Allahın izni ilə ərəb dilini təkmilləşdirmək üçün sizin üçün böyük bir faydadır. Və həmçinin də çalışıb gündəlik sadəcə bir dərsə qoşulmaq, hələkilik. Yəni, bir dərsə yarım saatlıq, məsələn, çox olmamaq şərti ilə yarım saatlıq dərs dinləyə bilərsiniz və yaxud da ki, canlı dərs olsa, o canlı dərsə qoşula bilərsiniz və bununla kifayətlənin. Ta bir ay, çox yox, bir ay bu həmənki proqram üzərində davam edin. Bir ay bitdikdə özünüz üçün yəni bir cədvəl tuta bilərsiniz və bugün mən 2 ay əzbərlədim. Yəni, qabağına işarə qoya bilərsiniz ki, tamam, bugün hazırdır, hədis həmçinin hazırdır və həmçinin ərəb dili hazırdır həftəlik və həmçinin də bugünlük yarım saat dərsə qulaq asdım. Bu şəkildə özünüz üçün cədvəl tutun. Bir ay bu cədvəl üzərində irəliyin və baxın necə olur. Çalışın ki, bu cədvəldəki o tətbiqləri tam olaraq yerinə yetirməyə çalışın. Yəni, qayıb olmasın bunlarda. Bir aydan sonra əlavə edə bilərsiniz. Məsələn, 2 ayəni edib 3 aya və yaxud 4 aya Peyğəmbər s.ə.v hədislərinin ikisini artırıb edə bilərsiniz 3 və bu şəkildə və həmçinin gündəlik oxuma, Quran, belə deyək, sizin üçün ayırdığınız o miqdarı artıra bilərsiniz. 1 səhifədirsə 2 səhifə, 2 səhifədirsə 3-4 səhifə edə bilərsiniz və bu şəkildə bir şeyin üzərində tam sabitləşib sonra ikinci mərhələyə keçə bilərsiniz. Bu da Allahın izni ilə elmdə olan ədəblərdəndir və bir müddət keçəndən sonra Allahın izni ilə görəcəksiniz ki, əldə nə qədər şey olunur. Amma belə insan nəyi götürüm, nəyi qoyum və hər gün dərsə girirsən və Quran oxuyursan, necə əzbərləyirsən, hansı kitabı əzbərləyirsən, hansı kitabın hədislərini oxuyursan, bu şəkildə insan davam edərsə və baxırsınız ki, insana yorğunluq qalır, amma əldə etdiyi heç bir şey yoxdur. Allahdan istəyək ki, Allah müvəffəqiyyət versin. Əmin.